Sertifikatları bölmək olar kateqoriyalara. 1. Zəruri sertifikatlar. Bu, adətən qanunvericilikdən irəli gələrək tələb olunan sertifikatlardır. Misal, bu səhiyyət təşkilatlarında sertifikasiya orqanı var. İndi təhsildə də yaradırlar və işçilər müəyyən müddətdən bir öz peşəkarlıq biliklərini, səriştələrini təsdiq etmək üçün müəyyən kurslara cəlb olunur, sertifikat əldə edirlər və həmin peşəyə üzrə davam edirlər. Eyni vaxtı mühasiblər üçün PMS sertifikatı var. O da son ildəki qanunvericilikdəki baş vermiş dəyişiklikdən irəli gələrək müəyyən vəzifələrdə mühasibatlıq sahəsində işləmək üçün PMS sertifikatı olmalıdır. Demək ki, bu sertifikatlar məcburi sertifikatlardır. Onlardan bir dənəsini də qanunvericilik baxımından olmasa da təcrübə baxımından tələb olunan, məsələn, ISO, beynəlxalq standartlarına bağlı sertifikatlaşmalar var. Bu da tələbdir və siz beynəlxalq standartlar üzrə işləyəcəksinizsə, bu ixtisas üzrə əmək fəaliyyətiniz olacaqsa, o sertifikatınızın olması şərtdir. Orada bölünür ümumi 9001, ondan sonra qida təhlükəsizliyi ilə bağlı, əməyin mühafizəsi sağlamlıqla bağlı və s. IT texnoloji təhlükəsizliyi ilə bağlı, hətta son vaxtlar korrupsiya ilə bağlı, yəni sertifikatlar çoxdur. ISO standartlar ailəsinin sertifikatları çoxdur. Yəni siz müəyyən ixtisas üzrə işləməyiniz üçün mütləq o sertifikatlardan birisi olmalıdır. Demək ki, birinci kateqoriya sertifikatlar məcburi sertifikatlardır, hansı ki, müəyyən tələblər var, normativlər var, qanunvericiliyin öhdəlik qoyduğu məsələlər var bu. Digər sertifikat növləri isə könüllü əsasındadır. Sadəcə sizin professionallığınızı, təkmilləşdirməyinizi göstərən sertifikatlardır. Adətən bu hansısa ixtisas kurslarına təsdiqlənən sertifikatlardır. Misal, insan resursları sahəsində 1S proqramı ilə işləmək və ya Excel proqramı ilə işləmək və ya digər ofis proqramlarına dair hansı bir sertifikatdır. Bunlar şərti deyirəm hamısını. Bu kimi sertifikatlar məcbur olmasa da, amma bir göstəricidir. Sertifikat bir qayda olaraq sizin biliyinizin göstəricisi deyil. Hansı bir kursda iştirak etməyinizin göstəricisidir. Sosiallaşmanın göstəricisidir və bunun haqqında anlayışın olmasının göstəricisidir. Bilik göstəricisi kimi mənaya gəlməyə bilər. Amma birinci bəhs etdiyim o tələblər var ki, tələb olunan qanunvericiliklər, orada konkret imtahanlar da daha ciddi keçirildiyi üçün, orada nisbətən bilik göstəricisi kimi çıxış edə bilər sertifikat. Amma digər hallarda, məsələn, kompüter bilikləri və s. Bu kimi hallarda, bəli, onda o bilik göstəricisi kimi yox, iştirakçı kimi, yəni ümumi anlayış kimi qələmə verilə bilər. Dolayısıyla bir HR bir namizədə işə götürəndə, onun sertifikatını olanda bunu bilikli kimi yox, anlayışı olan bir şəxs kimi qəbul edir. Lakin iki namizəd var. Birinin sertifikatı var, ixtisas üzrə. Birinin sertifikatı yoxdur. Gücləri də aşağı yuxarı. Eynisə, böyük ehtimalla şuuraltı sertifikat olan şəxsə üstünlük veriləcək. Dolayısıyla bir gənc insan əmək bazarına girirsə, sertifikatın olması arzu olunandır. Bu sertifikatla bağlı bu şəkildə bunları bu qədər deyə bilərəm. Bundan sonra Azərbaycanda mövcud yaranmış vəziyyətə görə, əmək bazarındakı vəziyyətə görə, orta ixtisas və universitet təhsilində əldə etdiyimiz ixtisas bilikləri və diplomları, onun hələ ixtisas biliyinin göstəricisi deyil. Onları mütləq hansı sertifikatlarla və əlavə kurslarla təkmilləşdirməyinizi nümayiş etdirməlisiniz. Misal, hal-hazırda insan resursları idarəetməsi ilə bağlı belə bir ixtisas var, müəyyən universitetlərdə tədris olunur. Amma oradakı biliklər kifayət etmir əmək bazarı üçün. Dolayısıyla adam əlavə olaraq bir neçə dənə insan resursları bağlı kursa cəlb olunmalıdır və sertifikat əldə etməlidir. Demək ki, sertifikatın bu şəkildə də faydası var. Digər bir məsələ, sertifikat insanın sosiallaşmasının göstəricisidir. Özlərində çalışmasının istəməsinin göstəricisidir. Və bütün gənc şəxslərə, kimlərsə əmək fəaliyyətinə məşğul olmaq istəyirsə gələcəkdə, mütləq universitet təhsil dövründə və onu bitirdikdən dərhal sonra qısa müddətdə mütləq hansısa kurslara gedib sertifikat əldə etmələrini tövsiyə edirəm. Yəni, əhəmiyyətlidir. Amma dediyim kimi başlanğıcda,
sertifikat bilik göstəricisidirmi? Xeyr, deyil. Və indiki işə qəbulda sertifikata baxırlar, lakin ona baxmayaraq insanlara konkret suallar verilir müsahibələrdə. Yəni sertifikat bilik göstəricisi olmadığı üçün ona konkret suallar verilir və suallara cavab istənilir. Dolayısıyla köhnə məntiqlə, yəni bir 5 il, 10 il bundan qabaq sertifikat əldə etmək kursda iştirak etmədən mümkün olduğu halda və onun effekti də ola biləcəyi halda idi. Yəni sertifikatım var, işlə düzələ bilərdim. Amma indiki zamanda artıq bu keçərli deyil. Dolayısıyla sertifikatla bərabər ona ekvivalent biliyi olmalıdır. İndi sual yaranır ki, sertifikat verən orqanlar çoxdur. Mən bunu hardan əldə etməliyəm? Bəli, bu sualın da cavabı bundan ibarətdir ki, xüsusi ixtisaslaşmış kurslar, tədris müəssisələri var. Və ya dövlət qanunvericiliyindən irəli gələrək sertifikat verən orqanlara xüsusi akreditasiya olunurlar. Lisenziyası olur o fəaliyyətlə məşğul olmaq üçün. Yəni, hər kəs PMS sertifikatını verə bilməz. Hər kəs ISO sertifikatını verə bilməz. Və hətta o lisenziyası varsa o müəssisənin, amma o müəssisənin təlimçilərinin səriştəsi kifayət deyilsə, bu halda da bayaqla dediyim kimi sertifikatla bərabər bilik olmalıdır. Buna ziddiyyət təşkil edəcək. Dolayısıyla sertifikat üçün başvuranda oradakı tədris olunan vəsaitlər təlimçinin peşəkarlığı səriştəsi mütləqdir. Səriştəli təlimçi də nə deməkdir? Mütləq özünün əyani təcrübəsi olub və nəzəri bilikləri güclüdür və izah etmə, yəni tədris etmə qabiliyyəti var. Səriştəli təlimçi budur. Ona diqqət etmək lazımdır. İndiki halda da bu kimi təlimçiləri araşdırmaq çox asandır. Sadəcə nəzəri biliyi olan 10 illərdir təlimçi kimi fəaliyyət göstərən təlimçinin yanına gedəndən sonra onun vermiş olduğu bilik əyani praktikada çox da keçərli olmur. Dolayısıyla təlimçi çox vacibdir. Demək, bütün fikirlərimizi toparlayası olsaq, sertifikat vacibdir. Sertifikasiyanı verən orqanın kimliyi vacibdir. Tədris edən şəxsin, təlimçinin peşəkarlığı, səriştəliyi vacibdir. Təşəkkür edirəm.